Herkese salam dostlar, hamınızı salamlayıram. Bu günləri yeni bir konseptlə qarşınızdayıq. Əziz dostlar, bu günləri hərbi Qənimətlər Parkına gəlmişik. Yenə də eminəm yerdəyəm. Məndən ayrılmaz hissəsi. Bəli, salamlar bir daha. Məndən ayrılmır. Bu məndən ayrılmır, mən də ona ayrılamıram. Dedik bu dəfə gələk hərbi Qənimətlər Parkına. Gələk buranın ilk dəfə gələndə yani təzə açılmışdı bura, o kadar da fikir verməmişdi bəzi şeylərə. İndi isə dedim, bir gələk görək, gəzək görək, bu erməniləri nə günə qoymuşuq biz, onlarla tanış olaq. Gedək yavaş-yavaş. Onlardan çıxanlardır ya? Hamısı, ha. Allah rəhmət eləsin şəhidlərimizə. Bu İskəndər silahıdır deyəsən. Gəlsin Gəncəni vuran silahdır. Hə? Zenit raket var. Yox. İskəndər deyil, hə? Bu da hazır İskəndər olmalıydı. Bir şey deyil. Bunun təzdən onarılıbdır. Yoxsa elə bu vəziyyətdə yox? Yox, bu vəziyyətdədir, bu vəziyyətdə. Arabalar falan. Hə, hamısı. Sən təsəvvür elə, hə? Hamısının bu hansıdır? Tankın O T-72. vurulduğu Cəbrayıl istiqamətində. Cəbrayılə vurulub. Bu tank. Vurulubdur. Ha. Cəbrayılda. Hündürlüyü 226 metr, kütləsi 45 ton. Heyət 3 nəfər. İstehsal tarixi 1988. Bu Rustanın təyyarəsidir. Təyyarə nə idi Allah? Tankıdır. Tankıdır. T-72. Hı. Burada zillərdir. Hamısı ustalara aiddir. Emin, hamısı çox ustalara aiddir. Ermənilərin heç nəyi yoxdur orada. Heç dövləti belə olmayan. Bu da möhtəşəm bayrağımız. Bu necə gətiriblər görəm bura? Hamısının nəyindən gətirəcək? D1. Füzuli istiqamətində. Hamısı vurulub, vurulmayan yoxdur. Yəqin ki, sağ-salamatları da var. Yəni, vurulmayanları yəqin ki, olar. Bunları biz yadındadır, Call of Duty oyununda gördük. Allah haqqı. O da topdur da, bu da. 281. Bu da vurulduğu yer Xocavənd. Xocavənd istiqamətində. Oha. Bunların qondarma... Ay, yox, bayraq deyil o. Başqa bir şeydir. Başqa bir şeydir. Ayağından çıxıyor. Ay, yox. Bu başlıq deyəsə, mən bu dəfəni baxıyorum. Hə, neysə. Onların qondarma olan olsa heç nəyi yoxdur. O başqa şeydir də, neysə, daha demirəm. Uşaq baxır bizə, qoca, yaşlı baxırlar. Güclü takipçimiz var axı. Yenə də. Ağzından yəni. Qaqa, PUBG-də sürdüyümüz var. Doğrudan iyi. Onun bax. Əsas məsələ. Bunlar da yəqin ki, silahları zam şey olar da, hə? Emin, bu qablar var, bunlar yox, boş yaxdır, heç nə yoxdur içində. Yaxşı içində. Sən toxunmaq olur. T-72. Toxunmaq olar. Baxdım, mən əminəm. Yoxdur içində. Sadəcə şeydə, oradan çıxanlar. Üstündə gəlir. Şəhidlərimizin və qazilərimizin bizə yaşatdığı torpaqlar sayəsində bunlar belə gəbəriblər. Hamısını pis günə qoymuşlar buralara. Möhtəşəm bayrağımız.
Bu saz vəziyyətdə. Bu sazdır da, ha. İcazə versən içini tutardı. Açılır ki qapılar. Qapılar bilmirəm, amma Toxunmalı. şəkil çəkmək olar amma, hə? Şəkil qayıdıb çəkək şəkil. Bu nədir belə? Deməli, bu nədir? Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyinin mütəxəssisləri tərəfindən identifikasiya nömrəsinə baxış zamanı və əlavə araşdırma nəticəsində Tərtər rayonunun Ələsgərli kəndində tapılmış raket mühərrikin hissəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən spes yayılım ateşli reaktiv sisteminə atılmış raketə aid olduğu müəyyən edilib. Tərtəri vuranda bundan istifadə ediblər. Ay, buna deyirəm. Deyir düşmən, deyir namussuz, qeyrətlisi heç olmasa adamın qabağına çıxar, igidliyi də yəni. Amma bizim qabağımıza çıxımıza bax. Ha, vurulub ha. Vurum. Amma elə belə nasazdır yəni, çox şey deyil, değil mi bu? Yox, üstünə bax, önə düşür. Üstündəkini görmürsən. O elə gətiriblər onu. O vəziyyətdə. Ha? Gedək yavaş-yavaş. Nömrəsinə fikir verdin. Bilirəm, mənim nömrəsini. Deməli, belə göstərək. Bu da saz vəziyyətdə. Bu saz vəziyyəti, qamədə saz hələ keçdiyi Cəbrayil istiqaməti. Bunu əslində videonu paylaşdığıma deyər ki, gəlib görmüşük də, amma ki bizim dilimizdən danışmaq başqadır da yəni. Bax da oxu. Bu nədir bəs? Bu nəyə yarayır görsən? Su çəni. Su çəni deyə bu. Ələ keçirilməz sazdır yəni. Bu da vurulmayıb. Su çəni, hər şey vurulmayıb. Bu da əvvəl yox idi, bax belə yerlər. Mən biləm, bu da əvvəl oturacaq zad yox idi. Belə oturmaq eləmək üçün yer. Bu, bilsən nədir bu? Top kimi bir şeydir də bu da. Necə görüm bu nədir? Texnikanın nömrəsi D1. Oğulluq D1. Bu bir dənə topçu var idi, topçu. O sağda şəhid olmadı. O görmüşdün o videosunu. Topu atıb dayanığa belə. Hə, bilirəm. Hə, bax. Fikirləşdim ki, bu odur. Bu ondandır yəni. Oyda, bu nə günə qoyub ha, buna bax. Buna bax. Ha, bu üçündən. Bunun məlumatı. Gəl bu üstünü görsək. Ha. Bu görsənir yəni. Helikopter. Deməli, çox məqsədli helikopter M28. Təyinatı əsasən nəqliyyat helikopteri kimi istifadə olunmasına baxmayaraq desanlaşma, kəşfiyyat və zirehli döyüş helikopteri kimi də istismar oluna bilir. Deməli, ekipmanı 3 nəfərdir, kapitan, 2-ci pilot və göyərti mexaniki, mühərrikin sayı 2 ədəd qaz turbini TB2-117. Bu helikopterdir, bunu da bizimkilər gəbərdiblər. Silahları 57 mm çaplı S5 raketləri. Bundan əvvəl bunlar göyə çıxıb bizi vurmaq istəyiblər. O bir ara dedilər şeyin veteranları göyə qalxıb. Göyə qalxmaqda bizimkilər bir dənə qoyub onları kamera axşıtmışdı yerə. Deyir göydə elə gəbərdilər onlar. O bilirsən də Xozalının törədənlər, orada olan cəllatlar var ha. Elə gedək ki, hər şey görsədir. Deyil. Gəl. O Xozalının cəllatları idi onlar. Deməli görsətdiyim bayaq ilk gündə deyirsən burada. Ha, bu da bax. BRDM 2 üzərində 9 modifikasiya olunmuş tam. Modifikasiya vurulub da bu. Zəngilan istiqamətində. Biz o istiqamətdən alınan vaxtda biz sevinirdik ya. Bax, həmin vaxtlarda nə qədər şəhidlərimiz var idi, yəni nə qədər yaralarımız, nə qədər qazilərimiz çıxdı orada. Allah rəhmət eləsin şəhidlərimizə. Biraz yekədir.
Şaçam. 512. Bunlar Bildiğimiz kamazı bu. bildiğimiz kamazı vurup əncir eləyiblər bizimkilər. Ben əvvəldən videonu başlayacağım. Sadece dedim bir dənə bazar günü bağlı olar bu ha. Ha, ona göre videonun da Bu da başla. böyle tanklardan biri. Bu vurulmuş tanklardan biridir. Bəli. Üstündeki şadır var. Üstündeki şairi kaç şahıs. Görsene göre. Ya. BMP. Piyadalan döyüş maşını. Piyadalan döyüş maşını deyəndə nə tutulur? Emil, belki bilərsin. Bu bilirsən nədir? O milləti yığırlar içinə. İçinə yığıb aparırlar. Ha. 3 plus 8 nəfərlik. Ha, birdən-birə çıxırlar oradan. bax. 2-6 nəfər çıxır içindən. Bəli. O da deyəsən. Bunlar biz axırıncı dəfə. Bu nə işte zil də bilirlər. Ha, bunlar heç internet yoxdur. Yox. Bu arada böyle bir şey. Fırsat daşıdığı şeylər. İş maşını. Onlar hamısı koyup kaçıplar çoxudur. indi də deyirlər ki şeydir. Bizə deyir şey tələb edirdilər. Apreldə deyir döyüş tələb edirdilər. O da kişi qalmadı. Yalnız kişi yox idi amma yenə qalmadı da. Bizdən döyüşəcək bir... Bunlar ağırlığında daha da var. Wow. Bura Hadrut istiqamətində. Hadrut. İlk alınan yerlərdən biridir Hadrutda. İlk azad olunan bir yerlərdən biridir Hadrut istiqamətində döyüşlər. Orada adı yaddan çıxdı. Suqovuşan istiqaməti. Hadrut istiqaməti. Bu nə tankdır? Çox yox edəsən hamısı vurulur. Hə, Ki vəziyyətləri olanda... Füzuli istiqaməti. Nə vurulan tankı. Füzuli istiqaməti. Tank əleyhinə raket kompleksi. Silahlar içindeki silahlardan söhbət gedir. Burada bir dənə yer var idi. Deməli, İskəndər silahının olduğu bir yer var. Burada balaca bir yerdir. Bax deyirsən o qabaqdadır bax. Nə? Bu nə? Səngərdir də bu. Ha, buradan aşağı yol gedir. Bilirsən sən heç buraya gəlmirsən mi gəlirsən? Buradan aşağı yol gedir. Girsən ermənilərin qaldığı yer zədə. İndi orada girəcəyik. Yavaş. Keçə bilməsi üçün. Keçə bilməsi Tam əleyhinə xəndək. Xəndəkdir də bu. Ha. Bunu da yəni eləyiblər ki, belə bir şeylər də olub, eləyib. Yəni bizə sadə müharibənin yaşadıblar da, yəni buradakı birinci ay sağ ol. Belə bir şeylər var yəni. Onlara da baxa bilərsən bu. Gedirik təpə. Ona görə bu yerin altına girəcəyik. Tank dediyinə. Tank düşdüsə bu da getdi. Tank düşdüsə çıxa bilir. D30. Vurulduğu yer Cəbrayıl istiqaməti. Hə, başlayıq. Sən bilirsən? Beğenmiştin de o yerini. 13 dəqiqə deyil, davam edir. Olsun da, davam edir. Videomuz davam edir. Kəsmələrin çox olacaq çünki sənin. Çünki eyni yerə fırlanır, bilmiyorlar. Buranı fırlandıq da indi, hə? Ha, mən aşağını axtarıram, görə aşağı haradan girib çıxacaq. Oğlum arxadır bu arada. Bunu görmüşdüm, hə? Yox. Mən onun qabağına gəlirik. O tərəfdə də var, nə? Hayır, bilmiyorum, yerin altından şey girməlidir. Ora girmək. Onu axtarıq. Aha, girsən orada da şeylərin papağı var. Bax, bu. Bunu sen qoymayıblar, Bu bildin nədir? Bu deyəsən bəldiyə vurulandır.
Bu deyəsən bələdiyyə vurulandı. Neçində şey yox. Deyəm ki, oturmaq yox, içərini belə yaxından çəkmək olar amma. Baba yeməyin nömrələridir. Ha, bunların bizim. Çox qəşəng görsənir ha, Emil. Aziz dostlar, devam edirik. Video. Toçka U. Taktiki raket kompleksi. Taktiki raket kompleksinin kiçik ölçülü kritik hədəfləri məhv etmək üçün təyin olunub. Toçka U. Oy. Burada. Gel buraya Emil, bura bax, deməli. Bu bilsən nədir? Deməli. Bunlar niye çində satıyorlar ki? Soruşmalar. Bunlar da maraqlıdır. Igla eksportablı ayın stilli. Heç nə başa düşmədim, düzün deyim. Burada rəqəmlərdir, burada da onlar haqqında şeylərdir. Vaxtı var. Ha, biliyorum. Aa, bu həqiqi snayperdir, qara. Hadi ne oldu şu? Biz Call of Duty'də biz PUBG-də Türkün məsəli qabağımıza çıxanı snayperlə öldürür, elə bilirik ki, asan demiş. Belə qısmarsan, bunlar işlə silahlardır, çox güman özləri bura vurdular. Hə də uşaqmış azad gəlib əl vurmasın, eləməsin. 5 neydi? Tistan qaləni idarə olunan raket. Bu yadan buna bax sən. Buna bax. Ha, onu desən. 8 6'dır 6. 6 Yok değil ki o. O dana pulemyottu. Yo, iri saplı, ha, yok. Bu da. MSP geçsin. O da ha. Gerek yok öyle. Yine yavaş yavaş bu istiqamətə. Yəni baxaq görək nə qalıb. Bizə lazımdır indi tunelə getməkdə. Bizə lazımdır Emin indi tuneli tapmaq. Tunelin içine girib oradakı o papaqları da tapmaq, amma deyən görüm harda idi. Yadımdan Ya bunlara da baxaq. Bunlar seçmək. Bunların hansıca yazılıb ki İskəndər. Baba İskəndər bunu axtardım mən bayaqdan. Baba. İndi bu Gəncəni vuran silahdır. Gəncəni buna vurmuşlar. Operativ taktiki raket kompleksi. Gəncəni və Bərdəni vurulan silah. Raket. İskəndər raketi. Bunu vurmuşlar da bir tane Bərdə ilə Gəncəni. Gidelim ya yavaş yavaş. Gel. T-72. Birinci Qarabağ müharibəsi zamanı Yahudi əsirli Azərbaycan milli qəhrəmanı Ağqet Aqranov Aşaryan adlı erməni tank komandiri idarə etdiyi Şuşaya ilk daxil olmağa cəhd edərək vurulduğu T-72 olub. Qarek Abşaryan'ın idarə etdiyi 442 nömrəli tank
Şişman üzvü ilə birlikdə məhv edilib. Oyda! Çox gözəl. Deməli, bizim Qarabağ müharibəsində, birinci Qarabağ müharibəsində Albert Aqvanov var idi, milli qəhrəman. Bax, onun mindiyi tankdır. İç şüşəyə daxil olan tankdan yəni. Onunla elə bütün şeylərlə bir yerdə məhv eləmişik. İnşallah sonra erməni separatçıdan vurulmuş T-70 tankını bərpa edərək Xankəndinin girişində bütün şüşəyə istiqamət təpənin üzərində abidə kimi yerləşdirilmişdi. 22 sentyabr 2023-cü ildə T-72 tankı təpədən sökülərək Bakıda yerləşən hərbi qənimətlər parkına gətirilmişdir. Çox gözəl, bunu bu gətirməkdə çox yaxşı bir şeydir məncə. Albert Aqvanov, milli qəhrəman, Allah rəhmət eləsin. İsrail Yahudi əsilli. Onun eşitmişdim də onun danışığını. Deyir ki, Şahin sual verir ki, sən haralsan, deyir Yahudiyəm. Deyir, sən mən nə məcbur edir də, deyir, döyüşmək yəni. Deyir, burada doğulmuşam, burada vermişəm. Yəni. Amma bizim bəziləri özlərini şey deyib, niqod eləyib, əskərlikdən qaçır, amma başqası bizim üçün... İşlər vəziyyətlədir bu arada. Ha, saz vəziyyətdir. Amma başqaları, bəziləri niqod eləyirlər, əskərlikdən qalırlar, döyüşdən qaçırlar, amma məsələn başqaları, başqa bir əsildə olsa belə, yəni yenə də özümüz kirik. Amma öz canını fəda edir. Buna bax. Yalan yaxın gedeyim. Bir S-91 2K-12 Klub Zenit raket komplekti özü yeriyən kəşfiyyat tuşlama qurğusu. Saz vəziyyətdə daha bu. Ha, qoyub qaçıblar, yüz var. Bunlar ağız matladır indi. Bunlar döyüşən danışırlar bunları. Ermənilər bundan sonra sosial şəbəkədə yazanda bunların şəklini təcrübə atıyorum ki, belə idi, sizin biz... Haradadır, Gəncənin qənimətlərində. Haysam, haradasınız yəni? Deyir, demişdi. Sonra onu tutdular, deyirsən, bizimkiler onları tutdular sonra. Qalib deyir ki, bu deyir, tabloya deyir, diqqətlə bax. Deyir, eləmiş deyir, biz deyir, Bakıda olaq. O, bu şəhərdə də onunla məqələnmiş deyir. Deyir, düzdür deyir, Bakıda olacaqdınız da deyir. Bakıdasınız da deyir, Bakıda. Qənimətlər parkında. Ay sağ ol. Qaqa, ona bax. Ben buraya yaxınlaşdırıyorum. Bu istiqamətdə belə. BMP. Saz vəziyyətdədir. Tam saz vəziyyətdədir, həqiqətən də. Sağına soluna bir baxaq belə. Əslində toxunmaq olmaz da, belə rahat çək elə şeylə. İşi deyən yoxdur. Bu da saz vəziyyəti olar, yox vurulub. Həm vurulub da, həm də tərk olunub. Qoyub qaçıb. Bu da sazlar deyəsən. Gəl qabağa, Emil. Herhalde Füzuli istiqamətində. Heyəti 5. Bu da qoyub qaçırlar. Amma çox qəşəngdir o. Ha? Bu rəngi qəşəngdir o. Ben bir anlıq buraya girəndə ya bir də burada minalar var. Ayağımın altına bakayım diyor. O həqiqi mina var ya orada ama yazıb mina. Yəqin müğənni mina deyil. Tonkan basını çıxır qabağına. Yox, yəqin mina var amma şeydir də. Zərərsiz. Hə, əlbəttə ki, yox, dur zaman üçün həqiqi mina qoymayacaqlar. Mən də indi zarfada saldım biraz. Ha, belə.
Papaqlar dedim, onun yanındadır yəqin ki. O da papaqlardır. Bax bu qabaqda ermənilərin qaçıb qoyduğu papaqlardır yəni. O Özü yediyen zenit bu. wow, bu nədir o? Baxaq da gör nədir? 2K11 Krug anti-aykvat misile sistem. O İngilisdir ki bu. Boy. Bu İngilisdir. Yəqin orada baxın da var. İngilis. Ha, yəqin bir dəfə çatdırmıyorlar ona görə. 100%. Ha, deməli belə. 2K Krug Zenit raket kompleksi. Kompleksin tərkibi T tipli raket tuşlama stansiyası. Harada gətirilib o lazım, ne bileyim. Kompleksin açılma, yazılma vaxtı 5 dəqiqə. Krug, Krug, arabada o tərəfində hayat keçən anterror əməliyyatı zamanı Qarabağ istiqlali rayonu tərk edilmiş döyüş mövqeləri başda getirmə Ermənistan qüvvələrinə məxsus hava hücumdan müdafiə qənimət ötürülmüşdür. 2024-cü ilin may ayında Xocalı rayonunda aşkar olan hərbi obyektin istismarı yaralı 2K11 Krug tipli zenit raket kompleksi tərkibində olan tak o gətirilmişdi. 2024'te gətirildi. Emir, bu 2024'te gətirildi be. Baba, 2024'te. Xocalıda tapılıb. 2023'te ansiyon əməliyyatında zamanı biz belə gedək. Belə gedək. Emir, bayaqda axtardığımız yer buradır. Buradan belə düşək. Məlumatı nədir burada? Bax, burada gördüyün kimi belə şeylər də var. Buradan içəri girəcəyik biz. Mən də bir şey var, buraya gəlmişdik. Bu bağlıdır ya açıqdır bilmirəm. Döyüş postu. Bunların içindədir hər şey. Nə var idisə, bax, şeylərin içindədir. Döyüş mövqeyi ilə əlaqə tuneli. Bax, indi girəcəyik orada silah doldurub boşaltma yeri. Dikkat, ərazidə kamera var nəzarətində. Artilleriya ateşlərindən və aviasiya zərbələrini qorumaq üçün zavod üsulu hazırlanmış üstü örtülü yığıncaq. Demək gedək belə. iPhone deyirdin, görək sən iPhone necə çəkib. Gecəli yerdə bir ışıq yandı. Qardaş. Öz telefonun ışığını çıxar. Yox, ses var. Var, çıxar deyəcək. Burada bir şey. Çox qaranlıqdır bura, ver bura. Bu belə dəhşət qaranlıqda, yəni belə olmalıdır, yəni. Ha, bu da yəqin gizlənmə yerlərindən biridir. Ay valla, əlləmə. İşləmir zaten. Bir dakika. Ramı çox qaranlıq. Oranın qapısı niyə açıldı? Onun içində nə var idi? Geləcəyik də yavaş yavaş, gəl. Gəl bir tərəfə baxaq. Keçəcəyik. Aslında keçəcəyik də, keçmək olacaq. Diqqətli olun. Bizə ışıq lazım. Yox, yaxşıdır. Lazımdır. Döyüş mövqeləri ilə əlaqə tuneli. Buradan girəcəyik. Burada şey yoxdur. Oradan solda şey var. İndi qaydanda oranı yadasam şeydir. Deməli belə. Döyüş mövqeləri ilə əlaqə tuneli. Gidirik belə yavaş-yavaş. Bizə prototipdir də, yəni orada olanı burada gəlir lazım. Yəni, ay sağ ol. Bunu belə şeylər baş verib. T2 pek pulemyotu. Görsən?
Belə gedək. Baxaq sonra qayıdarıq. Hə, mən o bir tərəfi göstərmədim axı. Atıcı səngərin. Biz buranı kampda sizə gizlənən yerdə oynuyorduk qaqa. Sən nə deyə hər söhbət başı kampda telefonu. Deməli, bu nədir? Tanqareyni raket kompleksinin buraxma qurğusu. Gəl bura. Uzun müddətli ateş nöqtəsi. Bax. Bax, elə bir ki, buradan qarşı tərəfə düşmən olurdu. Hə, də başa O göstərirdilər televizorda. Silahı qoyurdun orada. Ay, sağ ol. Başa ətrafını başa düşdün o mühiti niyə yaradıblar, yəni daha yaxşı hiss edə bilərsən. Ay, sağ ol. Burada da telefon falan nəsə əlaqə saxlamaq falan belə bir şeylər. Ha, tez əlaqə saxlayın ki, məsələn, ateş səs pozulub. Yəni, nəsə qarşı tərəfim. Hə, bunların papağına var. Boş qalmış papaqlar. Mən bunu bir şey oxşadıram, nə üçün? Ayıqdır. Gedək. Belə gedək də. Belə gəl, belə gedək, hə. Görürsən. AÇM. Gül atın. Sabitləyiblər qardaş. Ona görə rahat şey. Səsinə bax, səsinə bax. PUBG deyil, bir şey oynayırsan. Yağlamaq lazımdır. Əl vuraq da bir silaha. Hə, oyunda o. 7.62-də standart AKM-dir. İstifadə edədiyimiz PUBG-də hətta. Yenə PUBG. Yox, mən qalsın deyil. Bunu da bura sabitləyib. Ehtiyat döyüş sursatlarının müşahidə cihazı saxlanması üçün buyurun. Gel o Kalaşnik'te sen şaşıracak yani. Diyelim ki gelip dostların arasında diyelim ki ben elime Kalaşnik kalmış. Məsələn, mən əlimə həqiqətən dəstək Kalaşnikov almışam. Bu ona görə görən kimi sandım. Bilirəm, PUBG-də almışam. Yox, əsl silahını almışam. Öyle də onun ağırlığı 7-8 kilo. Ha, elə. Burası içi boş güllə vermişdilər də mənə. Bir dənə buyur, baxalım sonra gəlib buradan həvən cigər içək. Dolu güllə versədə heç yaxşı şeylər gözləmirdi onları. Yəni, bizlər də buyursan da sən. Bu da nədir belə? Yenə mən geyim. Bir dənə baxayım. Sən hər yeri səni soxuram. İndi oradan it bir şey də çıxacaq sizə. Burada da gizli qaranlıq deyə telefonun ışığını ver. Elə bir Nova Prospekt'in qorxu videosu. Gəl dalımıza qorxma, minərzədə düşdü. Burada da gizli yerlərdən biridir də. Gizli nədir? Yəni gizlənmə nöqtəsidir onları. Silah sursatların qutusu falan var burada da. Hə. Burası içində sement var, o yəni bu söhbətə aiddir. Yəqin onlar sementlə döyüşə çıxacaqlar. 100%. Neyinirsən, hamısı sən də mənim üzümdən belə maraqlandığın üçün olur hər şey. Qaqa, sən fikir verirsən ki, gələn cəmaat çox aşağılara girmirlər. Anda sən gəzədə baxırlar. Yəni bizim kimi belə maraqla şey eləmirlər. Ehtiyat döyüş sursatının müşahidə cihazı saxlanması üçün yuvacaq. Nədir ki belə? Müşahidə cihazı. Budur, ha? Müşahidə. Bu nəyi müşahidə ki? Demin sən deyəcək. Burada özüm araşdırdım. Aha, Buradan belə alim yeri var. baxırlar, belə çıxır da. İndi burada görsən, burada sadəcə. Ha, oradan baxalım. Görsənir. Görsənir. Hə? Valla uzaqlaşdırma, yaxınlaşdırma. Binoku kimi bir şeydir də bu da. Hə də, hə. Belə bir şeydir. Elə də ancaq şeydir, xəttlər falan görsənir. Belə Ha, telefon evet. tutmayacaq onu. Belə gedik. Qumbara atan əskərin səngəri.
Atır deyir, var in the hole. Все. Yatır. Sen konstrakt geçimine girdin ha ya bir arada bir. Daha da gedəcək. Yaxşı, bundan bu tərəfə üzülgən mən tanımıram. O ben tamam gelirik de. Ama bilirəm ki, sən gədə gəldiniz deyil. O ben tamam. We go the other way. A left turn, yeah. Baba. Bunların silah fırsat olduğu şey gibi. Ümidvarım ki, boş. Bu da imkan verirler o içi dolu olsun ha bala. Ha neyse. Sen niye indi? Dokunmayın. Nəyə toxunmuyor? Şey değil de. Playa değil şeyler. Sen niye? Ya buradan böyle gidelim. Oradan düşün. Şunları qorxudacam. Gel. 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 Gel görme gel. Gel o da. Ya baxaq da burada bax. Bak yaxşı. Bu desin geldiğimiz yer o aşağı taraf kimidir? Biz elə bil ki, bu dəqiqə sənin yerin içindən gəzirik. Yəni özümüz elə. Ya burada gəldiyimiz yerdir. Bura niyə açılmır? Mənə orası maraq. İndi gəl buradan sənə o arasızam gəl. Açılsa, Ha. yer var. Oradan açıq qapı var. Dedim ya axırda bura gələrik. Bax o yer. Nə var ya? Mən istəyirəm oradan gətirim. Sən daha buradan çıxartdın bizi. Məncə düz gəldiyimiz nöqtəyə gəlir. Nə gətirsən? Bilmədən orada. Sözü gün var çıxdı. Gəl gidiyorum. Odun ve yanacaq ehtiyac saxlandığı. Ha, bağlayıb bura. Açıq ehtiyat bura. Niyə bağlıdır ki? Bağlanmalı deyil axı bura. Onun içində qalmalı ki. Səncə onun Ha, nə var onun içində? onun içində ermənilərə ait şeylər var. Papaqlar, zatlar, nələr. Orada da aydınlaşır, qız danışır, başa salır edir. Şey deyir. Ha, belə. Bunu da bağlı. Sənə qalsa gəlib şüşədən oxlanıb girəsən içəri. Normalda hə, amma yəni milli dəyərlərimizi qorumaq üçün eləməməliyəm bunu. Bir dənə qaldı şey. Bayaqları biz çadır gördük ya. O çadırdan bir dənə də olmalıdır. Onların içində papaqlar olmalıdır. Sağ və sol tərəfdə papaqlar olmalıdır. Onu bir dənə tapacağıq və sonra özü videonu sonlandıracağıq. İndi gedək yavaş-yavaş. Hə, belə. Yeməyin vəziyyət nətərdir? Ancaq qabağa çəkirəm də, sənin özünü çəkmirəm. Nətərdir vəziyyət? Əladır, hər şey qaydasındadır. Mən yenə baxıram da. Burada görmədiyim şeylər var. Ha, bəzi görmədiyimiz şeylər də var. Burada sniperlər zatlar var. Nə demək istəyirsən buradan ermənilərə? Sözün var? Yox. Mən sözümüzü dedik. Ha, biz sözümüzü, bizim daha doğrusu sözümüzü xüsusi təyyarəti qüvvələr deyiblər, hə? Kəsik təlim nədir ki, təqvələ edilməlidir. Bunu niyə kəsilir ki? Bilmirəm ki. Ha, bu belə. Kalaşnik, bu Kalaşnik değil mi bu da? Kalaşnikov, AKM, sniper. O ne sniper? Hansı sniperdi o? Bilərsən. Biz Baxaq da 7-ci. Görürsən AVM həqiqətən. SV-də sniper tüfəyi. Mənə bax, görürsən həqiqətdə AVM silahı var, ümumiyyətlə. Yəni, bayağı bir güllə. Bir gülləli yox edir də yəni. Ama bu AVM değil, la bu şeydi. 4x'di o 8x'di o.
8x değilsin lan üstündeki. Aynen 8 yüksinə danışsan ki, bura həyatdır. Bu dediyin oyundur. Kanka onu oxşuyur da bax da o 8'den yuxarıdan. 760 parçanın avtomatik var, əsl avtomatik. AKM. Gecə nişangahı. Onun üstündə olan dürbün var ya. 6x. Gecə nişangahıdır. Ha. Gecə görüş. Bu da bunu da bilirsən də bomba atardı da. Bu ha. Keçidin asılması üçün bunlar. Bizim nə keçidi? İlham Əliyev, Prezident İlham Əliyev demişdi. Onlar bizim əskərlər yəni o müdafiə xəttindən keçirlər. O müdafiə xəttindən keçənə bax. Ona görə bunlar var da, görsən bunlar, bax bunları görsən. Bax bunlar hamısı onun üçündür də bəs. Öyle bir şeydir. Onlar asmaq üçün daha heç var. Hamısı onlar üçündür. Yəni bildin? Deyir yağa gedirlər ha, deyir o da bir sözü. Müdafiə xəttindən deyir yağa gedirlər. Bu müdafiə xətti odur. Yok. Yavaş yavaş. Ha, yavaş yavaş şeye gidiyor. Bəli əziz dostlar. Gəldik Hərbi Qənimətlər Parkına. Ziyarət etdik sayılır da yəni. Muzeydir də, muzey sayılır yəni bura. Qənimətlər Parkı muzeyinə gəldik. Ziyarət elədik. Baxdıq, gördük. İndi isə videonu yavaş-yavaş bitirirəm. İnşallah gələn videolarda görüşərik. Görək hara gedəcəyik. Sağ olun dostlar, salamat qalın.